Son illərdə ölkəmizdə magistratura təhsilinə maraq niyazı alıb. Səbəb təhsilin keyfiyyətindədir, yoxsa gənclərdə? Universitetlərimizin magistratura proqramları əcnəbilərdən çoxmu geri qalır? Bəlkə bizdə magistr təhsili çox bahalıdır. Yaxın oturun, sabah saxlamadan bütün bu suallara bir gecə baxdıraq. Axşamınız xeyir, qonaqlarımızla tanış olun. Milli Məclisin deputatı Ceyhun Məmmədov, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini professor Tahirə Allahyarova, təhsil məsələləri üzrə mütəxəssis Elvin Bədirov. xaricdə təhsil üzrə mütəxəssis Mir Yusif Cavadzadə. Müzakirəmizi isə Ceyhun müəllim sizinlə başlayacağıq. Siz bu mövzunu yenidən diqqətə gətirən şəxslərdənsiniz. Elə istərdik ki, birbaşa sizə üst tutaq. Magistratura təhsilinə niyə maraq azalıb? Siz bu suala hansı cavabı verirsiniz? Düşünürəm, birinci rəqəmlərə biz yenidən nəzər salmalıyıq. Ola bilsin, kimlərsə bu barədə məlumatsızdır. Ümumilikdə bu il təxminən 3000-ə yaxın magistraturada yer boş qaldı və burada ən diqqət çəkən məqamlardan biri isə onun 1200-inin dövlət sifarişli əsaslı olmasıdır. Yəni, dövlət sifarişli əsaslı dedikdə onların təhsil haqqını dövlət ödəyəcəkdir. Ödənişsiz formada onlar magistraturada təhsil ala biləcəkdilər. Amma xeyli sayda gənc artıq seçmədir və bu bizə nə vəd edir? Yəni, magistratura təhsili bizə lazımdır növbəti mərhələdə doktorantura fəaliyyəti üçün. Eyni zamanda bilirsiniz ki, bizim universitetlərdə, ali məktəblərdə dərs demək üçün magistratura təhsili vacibdir. Yəni, bu olmadan onlar müəllim kimi fəaliyyət göstərə bilməzlər. Və növbəti illərdə biz bunu ümumi təhsilimizdə daha açıq bir formada görəcəyik. Yəni, hansı formada? Müəllimlərin sayında, elmə gələn insanların sayında. Səbəb nədir və çıxış yolu nədir? Birinci səbəb odur ki, artıq gənclər üçün magistratura təhsili maraqlı deyil. Hansı aspektdən maraqlı deyil? Burada bir neçə amil var. Yəni, bəzi gənclər hesab edir ki, 2 il təhsil almaq vaxt itkisidir. Burada çıxış yolu nədir? Mən əvvəldə bunu bir neçə dəfə qaldırmışam. Düşünürəm ki, biz ali təhsil haqqında qanunu qəbul etməliyik və bizdə magistratura 1 ildən ibarət olmalıdır. Magistraturanın 2 il olmasına ehtiyac yoxdur. Eyni zamanda hazırki situasiyada magistratura qeyd etdiyimiz kimi gənclərə heç bir üstünlük vermir. Yəni, nə mənada? Əgər siz doktorantura təhsili almaq fikrində deyilsinizsə, gələcəkdə müəllim kimi işləmək fikrində deyilsinizsə, magistratura sizə dövlət işində hansısa bir sahədə üstünlük vermir. Elm dalınca getməyəcəksə magistratura... Bir mənalı. Bəli, burada bir məsələ budur. İkinci, bizim digər bir səbəb magistratura proqramlarında düşünürəm ki, xeyli məsələlər var. O proqramlara biz ciddi bir formada baxmalıyıq. Ümumiyyətlə, mən düşünürəm ki, magistratura təhsil pilləsi bizdə tam oturuşmayıb və formalaşmayıb. Bilirsiniz ki, bu yeni bir pillədir, Sovet dövründə yox idi. Amma artıq 30 ilə yaxındır. Bəli, yəni 30 il keçsə də tam, yəni söhbət nədən gedir? Eyni fənlərin tədrisindən gedir. Əslində, magistratura mərhələsi elmi mərhələdir. Bu daha çox tədqiqata yönəlməlidir, yeniliklərə yönəlməlidir, eyni fənlər əldə edilməli deyil. Məsələn, siz xarici proqramlara baxanda, xarici proqramlarda daha çox gənclərdə tədqiqat bacarığının artırılması, araşdırma istiqamətində müəyyən işlər gedir. Ona görə burada biz düşünməliyik ki, yəni hansı bir formada stimul yaradaq. Burada ən önəmli məsələ, mən bir neçə dəfə bu məsələni qaldırmışam, bu özünü göstərəcək elmi sahədir. Məsələn, bugün bizim institutlar, universitetlər elmi şura təşkil etməkdə çətinlik çəkirlər. Və bu getdikcə özünü daha qabarıq göstərəcək. Yəni, nə üçün? Siz elmlər doktoru, fəlsəfə doktoru əldə etmək üçün mütləq magistratura təhsili almalısınız. Və bu özünü birbaşa bizim auditoriyalarda qeyd etdiyim kimi, sonraki dövrdə elmi şuralarda və digərlərində göstərəcək. Sonraki mərhələ haqqında bir qədər sonra danışaq. Digər qonaqlarımızın da problemlə bağlı münasibətini öyrənək. Bir dənə qısa şəkildə mən bir məsələni də deyim, bəlkə də sonra qayıdacaq. Və bugün Azərbaycanda gənclərin çoxu daha çox xaricdə magistratura təhsil almağa meyl edirlər. Təxminən yarıdan söhbət gedir. Və desək ki,
bütün ölkələrdə magistratura təhsili ideal səviyyədədir, elə deyil. Və gənclər bəzən 200 min, 300 min, 400 min ödəyərək xaricdə magistratura təhsili alırlar. Və bu daha çox diploma görə atılan bir addımdır. Tutaq ki, siz İngiltərədə, Amerika Birləşmiş Ştatlarında, başqa ölkələrdə oxumusunuz. Ona görə düşünürəm ki, bütövlükdə bax bu sistemin, pillənin özünə baxması, proqramların yenidən işlənməsi, hansısa bəlkə üstünlüklər verilməsi digər sahələrdə ki, bu gəncləri motivasiya edə bilsin. Gəlin Tahirə xanımın da fikirlərini öyrənək. Görə Tahirə xanım, tədqiqatlar nə deyir? Biz magistr təhsili verə bilmirikmi? Yoxsa bizim əmək bazarında artıq magistrlara ehtiyac yoxdur? Bu sadəcə bir elmi boşluq kimi görünəcək sonra, yoxsa daha ciddi fəsadlar da görəcəyik, yəni digər fəsadlar da görəcəyik? Dediyiniz kimi problemi həmişə geniş açıdan yanaşmağı üstün tuturuq araşdırmacı, tədqiqatçı kimi. Hörmətli Ceyhun müəllim dediyi tendensiya mövcuddur. Ümumiyyətlə, biz həmişə problemlərə qlobal, lokal tendensiyalar fonunda baxmalıyıq. Yalnız bizdəmi bu proseslər gedir? Qlobal tendensiyaları əgər sadalasaq, bunlar birincisi texnoloji inqilab tendensiyalarıdır. Magistratura təhsilinin onlayn, virtual, olduqca böyük faiz burada yer alması, insanların daha rahat, istədiyi vaxt magistr təhsili və yaxud ona uyğun dərəcə almaq imkanları var. İkinci tendensiya məhz bunun daxilində o dediyimiz MBA-dır, PMP dedikləridir. Ümumiyyətlə, karyera və peşəkarlıq yüksəlişinə imkan yaradan və müvafiq olaraq da maddi cəhətdən də insanların həyatını qura biləcək diplom və təlimlərin olduqca çoxalmasıdır onlayn şəkildə. Digər məsələ, burada akademik, maliyyə və sosial səbəblər olduqca çoxdur. Maddi, sosial səbəb kimi mən ümumiyyətlə dünyada bilirsiniz ki, hal-hazırda yaşam bahallığı, cost of living deyilən məsələ var. Bütün dünyada təhsilin də bahalaşması prosesi gedir və təbii ki, Azərbaycan da bu belə yan ötmür. Demirəm ki, biz dünya reytinqlərində öncül ölkələrdənik, amma bu bahalaşmanı biz də hiss eləyirik və bunu magistraturaya gəlmək istəyən gənclərin belə deyək, motivasiyasına ciddi təsir göstərir, yəni sosial səbəblər olaraq. Sadəcə bir misal çəkim ki, əgər 2016-cı ildə magistr imtahanı tutalım 3 manat olanda 25 min sənəd verilmişdisə, 2019-cu ildə bu 110 manat olanda imtahanın dəyəri tən yarı düşdü, 13 min oldu. Tutalım, misal olaraq deyirik. Demirik ki, bu həll edici bir səbəbdir. Bütövlükdə səbəblər çox şaxəlidir və mən burada ən fundamental məsələ kimi ümumiyyətlə Ceyhun müəllim dediyi aspektə sözünə qüvvət verərək gənclərin elmə gəlişinin azalması kimi qoyardım. Çünki magistraturaya gəliş elə haradasa elmə gəlişi çox fundamental bir mərhələsidir. Bütövlükdə isə müasir texnoloji inqilab, süni intellekt, texnologiyaların inkişaf, bütün bunlar dünya təhsilini böyük çağırışlar qarşısında qoyub. Və yeni formalar, yeni metodlar, yeni cəlbedici olmaq üsulları tamamilə dəyişib və bu çağırışlarla bütün dünya üz-üzə gəlib. Mən bir-iki misal çəkim ki, misal üçün Gallup adlı məşhur tanıdığınız o sorğu şirkəti bu yaxınlarda Amerikada ali təhsilə etibarı ölçübdür. Əhalinin demək olar ki, elmi təhsilə etibarı tən yarı azalıb. 82-dən 40-a düşüb, təsəvvür eləyin. Bu da insanların həyatını qurmasında, peşə karyerasını qurmasında ümumiyyətlə təhsilin bir mənalı nəsə bir imtiyazlar verəcəyi ümumiyyətlə dəyişib, konfigurasiya. Təhsilə etibarın azaldığı bir vaxtda və bugün təhsilin qarşısında olan yeni çağırışların fonunda biz 2 il magistratura oxuyuruq. Bakalavrda öyrəndiyimiz multikulturalizm fənnini bir də eyni fənni, eyni tələbə gəlib bu dəfə magistr kimi eyni müəllimdən dinləyir. Tamamilə doğrudur. Yəni artıq deməli qlobal trendlərdən birini yadıma saldınız. Deməli qabaqcıl şirkətlər, bütün iş yerləri böyük bir işçi qıtlığı ilə, defisitlə üzləşib. İş yeri var, mütəxəssis yoxdur. Siz görün bizdə o necə dərəcə. Bu baxımdan əlbəttə ki, bütün ali təhsil ekosistemi, landşaftı qlobal olaraq və yeni peşələri çox qısa müddətdə mənimsəmək, onları qurmaq, onların təhsilini strukturlaşdırmaq çağırışları ilə üzbəüzdür. Yəni bilirsiniz ki, nə qədər peşələr sıradan çıxır. Hal-hazırda qarşıda tutalım deyirlər, top 10 peşə, 20 peşə oxunacaq. Bütün bunlar
toplam olaraq dünyada təhsilin qarşısında olduqca qlobal çağırışlar qoyub və 20-ci ilini, sizin veriliş edib ki, bu il 20-ci ildir ki, biz o sistemi, Bologna sisteminə qəbul eləmişik və bunu da yenə deyirəm, bir əmrlə ümumiyyətlə təhsilə keçidləri heç yerdə mümkün deyil. Bunun tarix də, təcrübə də sübut eləyir. Bugünə qədər biz onu və Ceyhun müəllim dediyi kimi razıyam ki, oturuşmayıb, müəyyən bir bizim konsepsiyamız, strategiyamız hələ bir onun yenilənməsi ilə bağlı mövcud Görək deyil. niyə oturuşmayıb? Baxın, elə bu sualı istədik ki, Elvin bəy, sizinlə davam edək. Neçə ildir ki var, amma hələ də oturuşmayıb qeyd olunur. Tahirə xanım belə toxunur və ümumilikdə biz əgər gənclərin magistraturaya marağının olmadığını toxunsaq, burada magistr təhsil pilləsinin keyfiyyətinin arzulanan səviyyədə olmadığını qeyd eləməliyik, yoxsa gənclərin sadəcə olaraq yanaşması dəyişib? Əslində İrfan bəy, bunun bir mənalı yanaşması düşünürəm ki, tam doğru deyil. Yəni, marağın kəskin azalmasının faktiki göstəriciləri yoxdur. Və yaxud da ciddi səviyyədə birbaşa təhsil keyfiyyətinin aşağı olmasına əlaqədardır. Bunu da demək olmaz. Çünki ölkəmizdə magistratura təhsil pilləsinə can atan kütlənin fərqli maraqları və fərqli məqsədləri var. Deyək ki, kimisi həqiqətən də elmi fəaliyyətini gələcəkdə davam elətdirmək üçün real fürsət kimi görür. Ona görə də magistratura təhsil pilləsinə başvurur və təhsilini bu istiqamətə davam etdirir. Başqaları bəlli bir qism sırf diplom xatirinə diplom olsun deyə, oğlanlarımız ola bilər ki, bir qism hərbi xidmətdən daha 2 il möhlət hüquq alsın deyə və s. kimi məqsədlər və hədəflər ola bilər. Amma real yanaşsaq, məsələn, nümunə kimi deyim, bir 5 il bundan öncə də 2025-ci ildə də magistratura təhsil pilləsinə müraciət edən ümumi namizədlərin və imtahana qatılanların sayı demək olar ki, bir-birinə bərabərdir. Təxminən 22-25 min aralığında bu rəqəm gedir, gəlir. Amma nəticənin bu qədər kəskin dəyişməsinin səbəbi nədir? Birinci, ən aktual səbəb. Ona görə ki, 5 il ərzində müsabiqədə iştirak edənlərin ümumi sayında ciddi dəyişikliyi olmasa da, plan yerlərin sayında ciddi dəyişikliyi var. Hər şeydən öncə gəl 2020-ci ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda cəmi 8200 plan yeri uğrunda bu qədər adam mübarizə aparırdısa, 2025-ci ildə 16800 plan yeri uğrunda bu qədər insan mübarizə aparır. Hardasa 2 dəfə çox. Təbii ki, nəticə etibarilə ümumi mübarizəyə qatılanların sayında ciddi artım yoxdur. Amma mübarizə aparılan yerlərin sayında ciddi artım var. Tələblə təklif bir-birini paralel mütənasib formada artaraq dəstəkləmir deyə. Universitetə qəbulu da artırmışıq. Bəli, təbii ki, əlbəttə. Yəni, ümumi plan yerlərinə bunların da təsiri var. Sadəcə, indi ümumi mübarizəyə qoşulanların sayında ciddi fərqi olmadığı üçün və mübarizə nəticəsində müsabiqə şərtini ödəyib ixtisas seçiminə buraxanların sayında. Məsələn, bu cəmi 15 min nəfər bizim tələbəmiz magistraturada seçim imkanı qazandı. Plan yer sayıda 16.800-dür. Hamı universitetə girsə bir yeni 1800 plan yeri onsuz da boş qalacaqdı. Yəni, bu məsələnin bir tərəfi. İkinci tərəf təbii ki, magistratura təhsil pilləsi ölkədə perspektiv vəd edir beynəlxalq perspektiv dəyərləndirməsində. Və təbii ki, yaxşı təhsilin dalınca getmək istəyənlər, maddi rifahı olan və yaxud da dövlət proqramı vasitəsilə, hökumətlərarası təqaüd proqramı vasitəsilə xaricdə təhsilə gedə bilənlər, yəni başını götürüb gedib xaricdə daha yaxşı təhsil almaq istəyirlər. Magistr təhsil. Təbii ki, çünki çox böyük beynəlxalq perspektivlər vəd edir magistratura təhsil pilləsi. Dünyada deyək ki, Amerika Birləşmiş Ştatlarında Fulbright'a qazana bilən bir təqaüd proqramıdır və yaxud da İngiltərədə bir təqaüd qazana bilər, Çində təqaüd qazana bilər, Almaniyada adı qazana bilər və yaxud da müxtəlif proqramları qazana bilər. Və onlar perspektivi belə dəyərləndirir ki, gedib xaricdə daha yaxşı təhsil alaq. Burada isə təbii ki, bizim magistratura təhsil pilləsində yerli universitetlərimiz xarici universitetlərə mübarizədə uduzluğuna görə gənclər bu seçim edirlər. Ondan mənim o verdiyim sualda ki, o keyfiyyət məsələsi burada aktuallaşmır mı? Əlbəttə ki, aktuallaşır. Ona görə deyirəm, yəni müraciət edənlərin məqsədləri və hədəfləri nədən ibarətdir?
Bunlar hamısı müəyyən qədər özü təsir göstərə bilir. Yəni biz bu yerdə tam da deyə bilmirik ki, bizim gənclərimizin magistratura təhsilinə marağı azalıb. Biz o qədər belə deyə bilərik ki, bəlkə bizim magistratura təhsilimiz gənclərin tələblərinə cavab vermir, onların arzularını qarşılamır və bu yerdə biz sizə üstəcək Mir Yusif bəy, bəs onu soruşacağıq ki, bizim 2 illik magistratura proqramımız, orada bir çox elə bakalavrda keçdiklərimizin təkrarı olan o tədris proqramı və bizim Avropada bir il ərzində bəzən oxuyub gəldiyimiz magistr proqramı. Gəlin onu bir müqayisə edək. Ümumiyyətlə, mən xarici universitetlərlə bizim universitetləri müqayisə edəndə aydın mənzərə görsənir. Ümumiyyətlə, biz bilməliyik ki, təkcə bizdə bir universitet anlayışı var. Amma biz bunu bölmürük. Tətbiqi elmlər universiteti və yaxud bütün magistratura təhsilləri yalnız insanlara alim etmək üçünmüdür? Yəni, yalnız doktorant yetişdirmək üçün aparan bir yol mudur? Bunu sual verməliyik. Dünyada artıq bu yanaşma çox dəyişib. Dünyada magistratura oxumaq istəyənlər yalnız elm adamı olmaq istəyənlərdən ibarət deyil. Bir məsələni daha dərindən araşdırmaq istəyənlər və yaxud ciddi şəkildə bir şeyləri araşdırmaq istəyənlər də magistratura təhsil ala bilərlər. Və ümumiyyətlə, mən məsələni biraz bölmək istəyirəm. Yəni, bu humanitar sahə ayrı bir araşdırılmalı olan mövzudur. Bir də var ki, hansı ki, mühəndisliklər, tibbi sahələr və s. Gəlin, humanitar sahədən danışaq. Yəni, məsəl üçün, bir tələbəni götürün, 4 il bakalavr təhsil alıb. Bu 4 il bakalavr təhsilində, tutaq ki, buna keçiblər marketinq dərsi. Bu gəlib magistraturada da eyni marketinq dərsini deyən müəllim eyni mövzunu dərs keçirsə, uşaqlar, gəlin bu 20 səhifəni gedin oxuyun, gəlin mənə dərs danışın. Və yaxud hətta qeyri-ixtisas fənləri var. Bəli. Və yaxud magistraturada biraz daha da spesifik olduğunu düşünərək, gəlin belə deyək, eyni dərs metodu ilə, eyni mövzuları bakalavrda keçdikdən sonra bunun adı niyə magistraturadır? Bir dənə adından mı fərq var? Əgər adında fərq varsa, o zaman tələbələr də təbii ki, burada magistratura oxumağa üstünlük verməyəcəklər. Yəni, siz başqa fərqini görmürsünüz? Mən heç bir fərq görmürəm. Burada bir məsələ də var. Biz hələ də nə edirik? İlk 1 ili dərs keçirik, eyni bakalavrdakı dərslər keçirik, sonra 2-ci il nə edirik, bilirsiniz? Tezis yazmırıq, yazdırırıq. Gəlin, reallıqdan danışaq. Bütün ixtisaslar üzrə belə bunu... Yox, mən humanitardan danışıram hazırda. Humanitar sahələrdən. Yəni, içində olduğum, bildiyim, hansı ki, bu sahədən xəbərim olduğuna görə buradan rahat danışır. 90% üzəri tələbələr tezislərini yazdırır. Kimlərəsə yazdırır. Deyəsən, bu istiqamətdə çox ciddi tədqiqatlar aparmışsınız, belə əminliklə danışırsınız. Tələbələrin çoxu elmi işlər dediyi o işləri özləri yazmır, yazdırır. Və bunlar necə olur? Bu proses necə baş verir? Tələbə sadəcə gedir, bir dənə elmi rəhbər deyilən bir insanın yanına, hansı ki, orada prioritet deyilən bir mövzular müəyyənləşmir. Tələbələr gəlir, deyir ki, bir dənə maraqlı elmi mövzuat tapmışam, burada yazsam əla çıxacaq adı. Elmin dalınca gedənlərə də mi şamil edirsiniz bunlar? Yəni, onlar da mı belə edirlər? Əslində, sadəcə, məsəl üçün, mən elə insanlar da bilirəm ki, sadəcə, məsəl üçün, xüsusi iş bacarıqlar yox, deyir ki, buradan getsəm daha yaxşıdır. Yəni, belə də var, belə praktika da var. Yəni, ümumiləşdirmək düzgün olmaz. Yox, mən hamıya nəzərə, hamını təbii ki, nəzərə almıram, ümumi sahədə danışıram. Amma biz, mənim fikrimcə, daha da yaxşı bir şeylər qata bilərik. Sistemi müəyyən qədər təhsildə dəyişə bilərik. Gəlin, buna qədər biz yerli magistratura təhsilini izah elədik. Gəlin, xaricdəki ilə müqayisə edək. Elə ora gəlir. Hansı ki, xaricdə tətbiq olunan metodlar var ki, onları bura, heç olmasa humanitar sahələrdə tətbiq etsək, bəlkə xüsusi bir dəyişim ola bilər. Məsəl üçün, Kanadadan co-op modelini götürə bilərik. Almaniyadan dual master proqramını götürə bilərik. Nə verir bizə o proqram? Deyəcəm indi. Və yaxud Finlandiyada, Niderlandda Work Integrated Learning deyilən proqram var. Hansı ki, biz işlə bərabər şəkildə təhsil də alırıq. Yəni, məsəl üçün, bəzi metodlar var ki, 2 gün gedirik universitetə, 3 gün gedirik, hansı ki, iş yerinə. Orada real iş təcrübəsi əldə edilir. Nəzəriyyə və praktika bir yerdə. Bir yerdədir.
Və yaxud gedirik 6 ay təhsil alırıq, 6 ay isə həmin yer praktikada göstəririk. Və həmin tələbələr orada nə edir? Maaş alır. Bu günləri gəlin baxaq, universitetlərimiz hansısa bir müəssisələrlə sadəcə praktika olsun deyə danışır. Hamısını demirəm, amma əksəri belə eləyir. Gedir sadəcə, deyir ki, məsəl üçün, bir magistratura qurarıq. Deyir ki, sən praktika olaraq nə edəcəksən? Çox belə qəribə bir vəziyyətdir. Deyir, dərs deyəcəksən. Yəni, bunun heç iş təcrübəsi yoxdur. Bu sadəcə bunu göndərirlər ki, gedib dərs deyəsən. Universitetdə hansısa bir müəllimliyə başlayasan. Bunun praktikası bundan ibarətdir. Amma biz ona bir iş təcrübəsi versək, həqiqətən də işdə bu necə olur? Və yaxud siz düşünün ki, magistratura təhsilimizdə tezisin yerinə, məsəl üçün, mən burada təqdir eləmək istəyirəm Ada Universitetini. Capstone Project deyirlər artıq buna. Bu artıq Capstone Projectlərə keçməliyik. Yəni, məsəl üçün, keçdiklərimizi hamısını gedirik, 2 nəfər, 3 nəfər bir qrup şəklində, qrup yoldaşlarımızla bir problem götürürük. Real problem. İş dünyasında real problem. Azərbaycanda real bir problem götürürük və problemin üzərində işləyirik. Məsəl üçün, aparıb o proyekti də hansısa bir şirkətə sata bilərik, pul eləyə bilərik. Həqiqətən də onu monetizasiya eləmək olar. Məsəl üçün, görün necə yaxşı olar ki, hansısa məsəl üçün, bir turizm şirkətinin filan yerdə bir problemi var. Biz gedirik, onu axtarırıq, real problem olaraq. Gətiririk, onun... Çoxlu misallar çəkmək... Dediyiniz emba elə odur da, Azərbaycanda... İndi bir məsələ... Əziz tamaşaçılar, biz Sabah Saxlama Studiyasında hazırda gənclərin, tələbələrin, ümumiyyətlə, magistratura təhsilində olan maraqdan danışırıq. Bu maraq niyə azalıb sualını vermişik və hazırda xaricdə təhsil üzrə mütəxəssis Mir Yusif Cavadzadənin mövqeyi ilə qismən tanış olduq. Amma qısa fasilədən sonra bu studiyada müzakirəmiz qaldığı yerdən davam edəcək. Sabaha Saxlamadan magistratura təhsilinə maraq niyə azalıb? Bax, bu suala cavab axtarırıq və təbii ki, mövzu ilə bağlı sizin də fikirlərinizi, suallarınızı, eləcə də təkliflərinizi ekranda gördüyünüz əlaqə vasitələri ilə bizə yazmağınızı xahiş edirik və bu yerdə Tahirə xanım sizə üst tuturuq. Qısa fasilədən öncə Mir Yusif bəy bir müqayisə apardı. Azərbaycandakı magistratura təhsil pilləsi ilə xaricdəki magistratura təhsil pilləsi arasında və bu haqda sizin deyəcəkləriniz var idi ki, biz fasiləyə ayrıldıq. Buyurun, söz sizdədir. Bəli, hər kəsin öz fikri var, rəyi var, amma mən ümumiyyətlə məsələləri bəsitləşdirməyin, yaxud mütləqləşdirməyin doğru olmadığını düşünürəm ki, biz doğru nəticələrə gələ bilək. Yəni, bəsitləşdirirdimi fikrimi, Yusif bəy? Yəni, hər şeyi nədən cəlbedici deyil, nədən gənclər üçün motivasiya yoxdur, onun izahı orada yoxdur. Çünki burada sosial-psixoloji, demografik, qlobal trend demografik tədqiqatlar göstərir ki, 55% magistratura dünya üzrə Z nəsildir. Onun bütün baxışı fərqlidir, onun seçimləri fərqlidir, o, belə deyək, ənənəvi üsullara əleyhinədir. Mən bir-iki misal gətirməyəm, magistraturanı biz belə qabatsaq, Sovet vaxtı magistratura yox idi, təhsil yox idimi? Yaxud gələn ildə Rusiya ləğv elədi magistraturanı. Onda bakalavr pilləsi də yox idi. 5 illik ali təhsil var. Mən oradan başlamaq istəyirəm. Bizdə ali təhsillərin sayı, bizdə data ümumiyyətlə varmı? Azərbaycan, biz görürük, təhsil ekspertləri sağa sola deyirlər ki, MDB-də ən axırıncı yerdəyik. 1000 nəfərə düşən ali təhsilli sayına görə, MDB üzrə. Yaxud bakalavrların sayı götürək ki, hörmətli həmkar dediyi kimi, o dərəcədə belə kəskin geriləmə yoxdur. 2005-ci ildə 6000 olubsa bu, magistratura sayı. 2020-ci ildə 10.000 olub və indi hal-hazırda 13.000-in üzərindədir haradasa. Burada belə deyək, dalğalanma ola bilər. Məsələ burasındadır ki, ümumiyyətlə magistratura təhsilinin keyfiyyəti. Gəlin faizə baxaq. Azərbaycanda, yəni son nisbətən rəqəmlərə görə 25% bakalavr, ali təhsillərin səviyyəsi 30%-dir.
Bu hesab edilən bir qədər şişirdilmiş rəqəmdir və onların 25% bakalavr, 15% ümumi əhalimizin magistratura təhsillidir. Baxın bu rəqəm və Amerikada magistratura təhsili ümumi əhali sayı 14%-dir. Gəlin baxaq, Amerikada hər tələbəyə $62.500 qoyuldu 11 ölkədə, 14% magistr var. Bizdə o qədər tələbəyə pul qoysaydılar, mən bilməm nə olacaqdı ki, 2500-də bizdədir hər tələbənin deyə statistikaya basaq xərci və Azərbaycanda ali təhsillərin sayının yaxın illərdə nazir 40% olacağını, belə deyək, proqnozunu irəli sürübdür. Bu baxımdan əvvəla biz ali təhsilli əhalimizin sayını artırmalıyıq. Buna baxmalı. İkincisi, bakalavr, daha sonra magistr və bu faizlər əlbəttə ki, bir-birini izləyir. Onlar necə deyirlər, bu varsa o da var. Yoxdursa məntiqi olaraq bunların heç biri yoxdur. Digər tərəfdən yenə də ən çox burada əlbəttə ki, gənclərin həyat dərsi, onların bu təhsil mənə nə verəcək sualına cavab tapmamalarıdır. Burada əlbəttə ki, onlar ya bakalavr qutaran kimi özlərini iş tapa bilirlər, yaxud da görürlər ki, magistratura təqaüdü bilirsiniz ki, bizdə hələ dövlət tərəfindən artırılıb hal-hazırda ən əlası 240-da, o biri də 120-dir. Bu da belədir. Yəni biz görürük ki, dünya reytinqində öndə olan təhsildə ölkələr, deməli magistr təhsildə ən yaxşı olan ölkələr burada maliyyə məsələsidir. Amma yenə də Amerika təcrübəsində gətirdim. Onlar da xarici tələbələr hesabına. Siz baxın, bu qədər bahalılıq fonunda yəni pandemiya dövründə onlar böyük bir kəskin eniş yaşadılar. Çünki xarici tələbələrin gəlməsi ilə bağlı problem yaradı. Yaxud indi götürək Amerikanın yeni rəhbərliyi, kəskin miqrasiya qanunvericiliyi, universitetlərə qarşı, nə bilim, Təhsil Nazirliyini bağlamaq. Bir sıra bu məsələlər, orada bu məsələlər olduqca kəskin vəziyyətdə durur. Haradasa bu xaricilərin gəlmələrin hesabına onlarda bu görünmür. Böhran, elmin inkişafı, innovasiyaların inkişafı, belə deyək, inqilabi texnologiya inkişafı heç bir ziyan görmür. O baxımdan Azərbaycanda da yenə də deyirəm, bu məsələnin ümumiyyətlə keyfiyyət məsələsi, kurikulumlardan tutmuş, bütün bu müəllim heyətinə, professor müəllim heyətindən tutmuş, o cümlədən bakalavrlar, magistrların cəlb edici etmək üçün həmin sistemi heç bir işin aparılmamasından tutmuş, olduqca çox şaxəli məsələ. Bəlkə elmin təbliğatının zəif olması, bəlkə elmin o qədər elm sahəsində nüfuz gətirməməsi də səbəblərdən biri. Olduqca güclü təbliğat var Azərbaycanda, demirəm, doğrudur. Və buna görə də bu da öz təsirini də göstərir. Amma işə götürəndə də bir çox hallarda xaricdə təhsil olan müraciətlərə tamamilə doğrudur. Tamamilə doğrudur. Bunun özü üçün yəni hər hansı bir təbliğata ehtiyac varmı? Yəni bəzən xaricdən gətirilən, Elmin bəy, ən nüfuzsuz universitetin belə məhz xaricdən gəlir. Çox doğrudur. Bir neçə aylıq bir sertifikatı yerli universitetlərin əla qiymətlərlə bitirilmiş magistratura diplomundan daha keçərli olur. Bəlkə bunun da rolü var. Biraz da təəssüflənmək lazımdır. Mən düşünmürəm ki, xaricdə biz bunu qürurla demirik, amma faktlar var. Təəssüf ki, belədir. Və bu çox subyektiv bir yanaşmadır və düşünmürəm ki, bu doğru yanaşmadır. Bizim ölkəmizdə xaricdə təhsil imkanlarından məhrum olan, bəlkə də 10 minlərlə çox savadlı insan var ki, onlar xaricdə təhsil almış insanların böyük bir qismindən daha bacarıqlıdırlar və dövlətimizə daha çox fayda vermə imkanına sahiblər. Lakin o nəzəri yanaşma səbəbini onlar ilk mərhələdə kənarda qalma imkanına sahib olurlar. İkinci bir tərəfdən biraz rəqəmlərlə bağlı açığı Dövlət Statistika Komitəsinin dediyi rəqəmlər biraz fərqlidir. Bizdə ümumali təhsilli insanların ölkə üzrə sayı 17.5%-dir təxminən. Siz Tarix xanımın həmin rəqəmləri ilə razılaşmırsınız? Yox, mənim yox, nazirin rəqəmdə 30%. Yəni, mən Dövlət Statistika Komitəsinin elan elədiyi rəqəmdən söhbət gedir də. Bu, mənim dediyim rəqəm deyil. Və ümumi magistratura təhsilli insanlarımızın sayı da 10%-dən yuxarı deyil. Bütün ölkə əhalisindən söhbət. Bu, səhv eləmirəmsə, 6 ya 7% olmalıdır. Bütün söhbət 10 milyon əhaliden gedir ki... Siz laf elədiniz ki onu və əvvəlki fikrinizdən ziddiyyət təşkil elədi. Mən demirəm. Baxın, özünüzü təksib etdiniz. Baxın, çox xahiş edirəm. Baxın, bu il Azərbaycanda 13 min nəfər magistratura təhsil pilləsinə daxil olub, düzdürmü? Bəli. Yəni, bundan əvvəlki illərə də bundan daha böyük say yoxdur. Və 30 il ərzində qeyri-mümkündür ki, Azərbaycanda milyondan yuxarı magistratura təhsilli insan olsun ki, faiz də 10%-dən yuxarı olsun. Bu qeyri-mümkün bir bir şeydir. Ən yüksək rəqəm 2016-da olub, 22 min olub. Və nəticə etibari ilə bizim qarşıya qoyduğumuz əsas mübahisələndirə biləcəyimiz, müzakirə edə biləcəyimiz məsələ niyə bizim ölkəmizdəki həqiqətən magistratura təhsil pilləsinin real keyfiyyəti daha aşağıdır.
Miri Və Yusuf biz bəyin bir qədər əvvəl nələr toxunduğu eləməliyik nüanslar. ki, həqiqətən də biz daha yaxşı təhsil ala bilək və bizim tələbələrimiz universitetlərimizin yaxşı imkanlarından faydalanıla bilsin və nələr eləməliyik ki, yaxşı tələbələr həqiqətən universitetlərimizə yaxşı təhsil ala bilsinlər. Bunun üçün ümumi elmə yanaşma dəyişməlidir, elm populyarlaşmalıdır. Təəssüf ki, bizim ölkəmizdə elmin populyarlığı kifayət qədər yüksək deyil və magistratura təhsil pilləsi elm yönümlü olan insanların daha çox istiqamətləndiyi bir istiqamətdir. Təbii ki, informasiya texnologiyaları yönümlü fəaliyyətlər çıxsaq, pedaqoji yönümlü olsun, humanitar yönümlü olsun, iqtisadiyyat yönümlü sahələr daha çox elm dalınca getmək istəyən, ixtisaslaşmanı dərinləşdirmək istəyən tələbələrimiz bizim magistratura təhsil pilləsinə müraciət eləyir. Əgər kimsə ümumi iqtisadiyyat dərsini alıbsa bakalavr təhsil pilləsində, magistraturada ümumi iqtisadiyyat dərsi almayacaq ki. O daha konkret bir istiqamətlər götürəcək, bankla bağlı ola bilər. Siz dediyiniz doktoranturadır. Bütün qərb sistemi o həmkarın dediyi kimi karyeraya, iqtisadi praktikaya verdiyi tövbənlə irəliləyir. Siz elm deyirsiniz, dünya yalnız elm standartları deyil. artıq tamamilə dəyişib. Dünya standartları ixtisaslaşmaya, magistratura təhsil pilləsi tədqiqat yönümlü istiqamətdir. Heç kim gedib universitetlər parta arxasında oturub ancaq nəzəriyyə ilə kifayətlənmir. Hər kəs magistratura təhsil pilləsini bütün dünyada layihələr götürür, layihələri araşdırır. Hər hansı bir xüsusi şirkətlərin təqdim elədiyi layihələrdə iştirak edir. Həmin həll variantını tapıb oradan qrantlar qazanır, pullar qazanır, gələcək perspektivlərin qazanır, sonra da həmin müəssisələrin işçisinə çevrilir. Dünya bu istiqamətdədir. Çox istəyərik ki, bizim ölkəmizdə də magistratura təhsil pilləsi məhz koordinasiyalı formada bu istiqamətə getsin. Tədqiqat institutları ilə universitetlər paralel şəkildə işləyə bilsin və sadəcə bir doktoranturaya keçid üçün bir təhsil pilləsi olmasın magistratura. Bu yerdə mən istəyərdim ki, magistrların problemlərindən də danışaq. Ceyhun bəy, baxın, tamaşaçımız yazır ki, magistrlar niyə tam ştatla işləyə bilməz ki? Onların dərsləri axşam 18:40-da başlayır. Amma bəzi qurumlar tam ştat işə götürmürlər. Bunun səbəbi nədir? İşdən çıxardırlar, yarım ştata keçirirlər. Deyirlər ki, təhsil arayışında yazılıb ki, əyani oxuyur, əyani yazılıb. Amma dərsə axşam gedirsə, niyə problem yaradırlar, bəhanə gətirirlər? Bəlkə bunun özü də o səbəblərdən biridir. Yox, baxın, gəlin, çünki buna aydınlıq gətirilməlidir. Magistratura sözünün mənası nədir? Magistr sözünün mənası nədir? Magistr sözünün mənası ustalaşma deməkdir. Yəni, bir sahə üzrə siz daha dərindən bilik və məlumat əldə edirsiniz. Yəni, magistratura mərhələsinin əsas hədəfi və məqsədi sizin konkret seçdiyiniz sahədə peşəkarlaşmağınız və ustalaşmağınız mənasına gəlir. Yəni, tutaq ki, siz bakalavrda daha çox fən keçirdinizsə, magistraturada konkret sahə seçirsiniz, misal üçün psixologiya. Və o sahədə birinci, siz ustalaşırsınız, yəni biliklərinizi artırırsınız. İkinci, magistratura mərhələsi sizdə tədqiqat bacarığını artırır, araşdırma bacarığını artırır. Bizdə niyə bu suallar çıxır? Xaricdə belədir və ya belə deyək, magistratura sisteminin mahiyyəti odur ki, tələbə daha çox araşdırma ilə məşğul olmalıdır. O bir növ gələcəkdə doktorantura üçün hazırlıq mərhələsidir. Yəni, o başlayır araşdırmanı öyrənməyə, tədqiqatları öyrənməyə, rəqəmləri öyrənməyə və ona görə də o işlə bağlı məsələdə də, indi bəzən bunu doktorantura ilə də bağlı deyirlər, bizdə məhdudiyyət qoyulmasının səbəbi odur ki, biz bunu fərqli formada həyata keçiririk. Məsələn, xaricdə magistratura təhsil almaq çox çətindir. Asan bir proses deyil. İndi mən bütün ölkələri demirəm. Ölkədən ölkəyə dəyişir. Amma elə ölkələr var ki, orada magistratura təhsil almaq, doktorantura almaq qədər çətindir. Çünki orada da siz elm iş yazmalısınız, tədqiqat aparmalısınız. Və burada məsələnin mahiyyəti ondadır ki, bu məhdudiyyət ona görə qoyulur ki, tələbə gününü tədqiqatlarda keçirməlidir, müəssisələrdə keçirməlidir, kitabxanalarda keçirməlidir. Bizdə proses bu formada getmədiyinə görə, yəni indi burada mən çalışıram çox detallara getməyə, çünki burada çox məsələ var. Amma gəlin reallığa baxaq da, sadaladığınız məkanlara magistr üst tuta bilmir. Yəni, əmək bazarıdır, təcrübəyə getsin, tədqiqatlara getsin. Üst tuta bilmir deyəndə burada məsələ necədir? Bu, birbaşa tələbədən asılı deyil. Bunu təhsil müəssisəsi etməlidir. Yəni mühit odur mu?
Yəni o deyil əlbəttə ki. Yəni biz bilirsiniz necədir? Yəni bizdə bir indi ali təhsilə bir necə deyək də diplomumu alım, magistraturada diplomumu alım, biraz yumşaq formada desə. Amma siz tədqiqat yönümlü magistraturanın məqsədi odur ki, müəllim tələbəni işlədir. Bayaq burada deyildi, eyni biliklər verilmir. Yəni müəllim tapşırıq verir ki, get bu tədqiqatı araşdır, gətir, filan kitabxanalara getir və bunu da tələbə üçün universitet edir və onu təşviq edir. Və belə deyək, tələbənin... Bunu bütün universitetlərimiz eləyə bilirmi? Faktiki olaraq yox. Çünki bizdə mən indi hansı ifadə, rutin bir prosesə çevrilib. Yəni mən girəcəm magistraturaya, qeyd olundu, bir neçə fən keçəcəyik, sonra da yəni bu reallıqdır. Xeyli vaxtda, xeyli də diplomun yazdıran da var. Yəni ona görə mən deyirəm ki, bu sistem tam formalaşmıyor. Və burada məsələnin digər tərəfi odur ki, məsələn, çıxış yollarından biri də odur ki, yəni elmin populyarlaşdırılması da var. Və bir də sahənin gərilliyi nə qədərdir? Yəni mən sabah magistraturanı oxusam, indiki yanaşma təfəkkür hamıda belədir, xüsusilə də yeni nəsildə. Mən nə əldə, mən məsələn, əvvəlki kimi baxılmır. Yəni indiki gənclik deyir ki, bax, mən magistraturunu oxuyacam, mənə nə verəcək? Dövlət qulluğuna gedəndə, harasa gedəndə, şirkətə gedəndə bu mənə hansı üstünlüyü verir? Bu sualın cavabını axtarırlar. İkinci bir məsələ isə mən magistratura təhsil alsam, doktorantura təhsil alsam, sabah ali məktəbdə işləyəndə mənim məvacibim nə qədər olacaq? Mən ona görə parlamentdə də bir neçə dəfə məsələni qaldırmışam ki, biz alimlərin də maaşına məsələn baxmalıyıq ki, məsələn niyə bugün sertifikasiya, miqə maraq getdikcə artır? Çünki maaş nisbətən qalxır deyən artıq insanlarda biraz buna meyil var. Maaş amilinin rolu var və bir də bizim problemimiz odur ki, biz hər gün mediada görürük ki, filan qurumda filan şəxs vəziyyətə təyin olundu və o Harvardda bitirib və ya ayrı ölkələrdə bitirib. Biz özümüz də artıq bunu elə bir hala gətirib çıxartmışıq ki, gəncləri biz ona yönləndiririk. Əslində burada əsas səbəblərdən biri də bizim magistratura yerlərinin boş qalmasının səbəblərindən biri də kütləvi xaricə meyldir. Çünki bir gənc bilir ki, adi bir gedib 6 ay kurs keçib gəlsə, bir şirkətdə ona daha çox önəm verəcəklər, bir qurumda daha çox önəm verəcək. Misal üçün, bu, baxın, indi bu nəyə bənzəyir? Bir şirkətdir. Orada ingilis dilində mütəxəssisə ehtiyac yoxdur. Amma ingilis dilini kim bilir, onu götürürlər. Halbuki ingilis dilini bilməyən də savadı yaxşıdır. Bu təfəkkürü dəyişməliyik ki, xaricdə oxuyanların hamısı yüksəkdir, əladır və biz bunu təbliğ edirik, reklam edirik ki, falan yeri bitirən adam falan vəzifəyə get. Amma ümumi götürdükdə bu magistraturanı biz yüksək səviyyədə təşkil edə bilərmi? Əlbəttə ki, biz bunu etməyimiz də mümkündür. Sadəcə bunun üzərində ciddi bir formada işləmək lazımdır ki, bu kütləvi bir forma almasın. Bilirsiniz, bu təkcə magistraturada deyil. Baxın, təkcə Türkiyədə 50 min Azərbaycanlı təhsil alır. Bir tələbənin İngiltərədə, Amerikada oxuması, mən bu yaxınlarda bir nəfərlə söhbət edirdim, araşdırma apardım. Dedi ki, mənim övladım İngiltərədə oxumaq üçün $600.000 mən pul xərclədim. Yəni, bu həm də sadəcə təhsil məsələsi deyil, böyük miqdarda bir vəsaitin ölkədən xaricə axmasıdır. Ona görə baxış dəyişməlidir, yanaşma dəyişməlidir, proqram dəyişməlidir, tədqiqat yönümlü olmalıdır. Yəni, orada tələbə düşünür ki, yenə deyir, mən tədqiqat bacarığımı artıracaqmı? Yox. Mənə üstünlük verəcəkmi? Yox. Ona görə bu stimullaşdırmanı biz düşünməliyik ki, bu həmən dediyimiz bax o maraq, həmən yönlənmə özünü açıq şəkildə göstərir. Müzakirəmizin bu hissəsinə kimi elmin populyarlaşdırılması istiqamətində də fikir səslənildi. Eyni zamanda Ceyhun müəllim də real bir nümunə çəkdi ki, bir çox təyinatlara baxanda həmin o təyin olunan şəxsin hekayəsində qeyd olunur ki, xaricdə təhsil alınıb və belə bir vəzifəyə təyin olunub. Bir qədər əvvəldə studiyamızda müzakirəmizdə məhz xaricdə təhsilə üst tutmaq üçün bəlli bir təbliğatın aparıldığı fikir də səsləndirildi. Bütün bu fikirləri cəmləşdirsək, xaricdə təhsil mütəxəssisi olaraq Mir-Yusuf bəy, siz həmin o təbliğatı aparan şəxslərdənsinizmi? Bizim işimiz olaraq təbii ki, xaricdəki universitetlərə araşdırırıq
və universitetlərdəki fürsətləri potensial tələbə olmaq istəyənlərə çatdırırıq. Əsas funksiyamız budur. Və universitetlər və tələbələr arasında körpü rolunu oynayırıq. Bizim işimiz bundan ibarətdir. Amma ümumiyyətlə, gəlin bir məsələyə bir kənardan baxaq. Buyurun. Bayaqdan bütün müzakirə olunan məsələlərə bir sözlə baxsaq, bir şeylə baxsaq və yaxud çıxsaq kənarda bir araşdırma aparsaq. Sualımız belə olsa ki, tələbə deyəndə magistratura üçün neçə yaşlı insanları nəzərdə tutursunuz? Bu suala cavab tapaq. Yəni, burada da sual verə bilərik. Magistraturaya da oxuyan insanlar deyəndə neçə yaşlı insanlar Azərbaycanda nəzərdə tutulur? Yəqin ki, 25 yaşa qədər olur. Amma xaricdə bu belə deyil. Məsəl üçün, Düzdür, istisnalar var. Yəni 30 yaşın üzərində gedib bu istisna haldadır. Ümumi götürəndə Gəlin xaricdə kənarda- bakalavr təhsildə bizimki qədər çox aşağı yaşdan başlamırıq. Gəlin ümumiyyətlə biz bu məsələyə belə baxaq ki, iş dünyası ilə təhsil müəssisələri arasında nə boyda boşluq var, nə boyda kommunikasiya boşluğu var. Hansı ki, iş dünyasından gedib soruşsaq ki, magistraturada oxumaq istəyərsinizmi? Hansı ki, rəhbər şəxslərdən söhbət gedir. Təbii ki, yox deyəcəklər. Baxın, MBA təhsilini araşdıraq Azərbaycanda. Məsəl üçün, 21 yaşlı bir uşaqla 30-40 yaşlı rəhbər şəxs gedib bir yerdə oturmaq istəmir. Boşluq var. Executive MBA dediyimiz xaricdəki bir təhsili Azərbaycanda tapmaq çox-çox çətindir və yaxud yoxdur. Çünki, məsəl üçün, deyərlər ki, minimum 5 il iş təcrübəli insanlar bura gəlməlidir. Və yaxud ancaq rəhbər şəxslər gəlməlidir. İstisnalar var. Filan imtahanı verməlidirlər. O zaman heç olmasa, rəhbər şəxslər də deyər ki, hə, mən gedəcəm, filan şirkətlərin rəhbərləri ilə qrup yoldaşı olacam. Burada şəbəkələşmə fürsəti əldə edəcəm. Burada ən azından mən maliyyətiyəm, insan resurslarından da bir şey biləcəm, marketingdən də bir şey biləcəm. Və yaxud götürə özünüzü. Sizə bir şey deyəcəm. Karyeranızın, siz jurnalistsiniz. Bəli. Karyeranızın müxtəlif bir yeri gələ bilər ki, sizin üçün. Deyə bilərsiniz ki, mən öz media şirkətimi açıram. Amma siz yaxşı mütəxəssissiniz jurnalistikada, mediada. Amma bir şirkətin necə idarə olunduğunu bilmirsiniz. 10 ildə təcrübəniz var. İstəyirsiniz ki, gedib elə bir yerdə MBA oxuyasınız ki, orada həmin o rəhbər şəxslərlə bir şəbəkələşə biləsiniz. İdarə etmə sirlərini öyrənir. İdarə etmə sirlərini öyrənə bilərsiniz. Case study dediyimiz problemlər üzərində həlli biləsiniz. Amma bizdə MBA-ni bilirsiniz nə üçün istifadə edirlər? Mən müəllimliyi oxumuşam. Biznes oxusam daha yaxşı idi. İxtisas dəyişmək. İxtisas dəyişimi üçün istifadə edirlər. 21 yaşlı uşaqlar gedir MBA təhsil. Mən buna qarşı Əslində o deyiləm. çox ciddi səhvdir, düzgün deyil. Mən ona qarışmıram. Yox, Üzr bunu da istəyirəm. problem Mən orada saymırıq. demirəm. Amma heç olmasa iş dünyası Fərdə xanım ilə bunu problem hesab eləmir. iş dünyası ilə İzah edək. tələbə bunu problem hesab eləmir. İş dünyası ilə həmin universitetlərin arasında artıq bir qucaqlaşma olmalıdır. Bu necə ola bilər? Universitetlər artıq iş adamlarına, iş insanlarına qucağını açmalıdır. Deməlidir ki, artıq burada siz də oxuya bilərsiniz. Ay rəhbər şəxs, ay 40 yaşlı insan, sən də universitetə gələ bilərsən, sən də təhsil ala bilərsən. Hansı ki, bu universitetdəki təhsil təkcə sənin teoriyalarda deyil, sənə eyni zamanda çox gözəl fürsətlər də verə bilər. Amma bu yerdə bizim o iş adamına təklif elədiyimiz tədris proqramı bir qədər daha zəngin, daha tutumlu, daha fərqli olmalı deyilmi? Bunu yarada bilərik. Biz ona yenə tarix öyrədəcəyik, multikulturalizm və s. öyrədəcəksə, yəni bir iş Ona adamı... görə Bunu də, ona görə universitetlər də. dəyişməlidir. Artıq biz gedək 100 nəfər rəhbər şəxs götürək. Deyək ki, universitetdə oxuyarsanmı? Biz ona heç bir Bizim şey vermədik. problemlərimiz gənclərimizin gəlməməsidir. Üzr istəyirəm. Reallıq sözünü işlətdiniz. Reallıq bundan ibarətdir ki, 20 ilə oturuşa bilməyən, özünü təsdiq eləyə bilməyən, ümumiyyətlə təhsil, magistr təhsil sistemimiz artıq süni intellektin rəqibi olduğu, milyonlarla, minlərlə onlayn, distansiya, Harvard otur, diploma al, sabah get burada oxuyan uşaqdan da keç qabaq.
Onlar problem deyil. Distansiyon oxuyacaq rəhbər şəxs utanmadan, qızarmadan qəşəng ev oxur. Oturur evdə, nə vaxt istəyir, ona nə vaxt uyğundur, iş rejiminə nə dərəcədə rahatdırsa, yəni bunlar artıq heç problem deyil. Daha cazibədar, daha Bəli, və üstəlik də dediyimiz kimi müasir dünyada magistrların 55% təşkil edən Z nəsil ümumiyyətlə belə oturaq, belə bu şeylərdən uzaqdır. Onu virtual, distans, bütün bu proqramlar cəlb edir və nə vaxt istəyir, bəlkə ildə neçə dənə diplom alır. Məsələ burasındadır ki, Azərbaycanda buna heç olmaya hazırlıqmı? Distansiyon təhsil verən neçə universitetimiz var və yaxud xaricdə distansiyon... Bizim qanunvericilik distans təhsili tam dəstəkləyirmi? Xaricdə alınan diplomların təsdiqində problemimiz var. Tələbi universitetlərdən istəyincə qanuna da baxaq. Mesajı var. Buyurun. Magistraturaya marağın azalmasının daha bir səbəbi təhsilin yalnız əyani formada olmasıdır. Bu işlə təmin olunmuş gəncləri seçim qarşısında qoyur. Ya iş, ya magistratura. Bəli. Alternativ seçim Çox yoxdur. doğru. Sizin o dediyiniz məsələn oturaq, gənc istəmir artıq Əlbəttə. daimi olaraq bir məkanda qalsın və istəyir ki, eyni zamanda O dövr sərbəstliklə paralel həmin o təhsilini də artıra bilsin. Artıq o devr deyil. Üstəlik də yaşlılara gələndə xaricdə bəli, artıq 80-60 yaşacan insanlar auditoriyada var. Bu cür həm distans, ömür boyu təhsil deyilən məsələ var da, burada hamı bilir. Artıq ömür boyu təhsili də mən razıyam ki, heç olmasa bunu maraqlandıran insanlar olmalıdır. Biz oxuyuruq ki, tək olsa da neçə yaşlı insanlar, xanımlar, bəylər imtahan verirlər. Deməli, Azərbaycanda bu presedentlər var. İnsanlar oxumaq istəyirlər. Bütövlükdə yenə də deyirəm ki, belə qabaqcıl ölkələr dediyimiz kimi o Çin modelini götürək, fərqlər dediniz də, fərqlər. Fərqlər nədədir? Fərqlər müddətdədir, ayrılan maliyyədədir, akademik proqramlardadır, o çeviklik, peşələrin çevikliyini təmin etməkdədir. Məsəl üçün, Çin də ən güclü ölkələrdəndir, dövlət. Bütün qabaqcıl Avropa ölkələrində dövlət məsələn pulsuz verir bu xidmət. Gəlin açıq danışaq ki, bir də dövlət məsələndə də təhsil pulludur, demək olar hamı üçün. İndi orada belə deyək də faiz nisbəti ola bilər. Biz elə bil ki, sanki pulsuzdur, amma gerçəklikdə bu belə deyil. Amma dövlət hesabına ayrılan yerlər boş qalır və biz baxaq ki, hər il dövlət proqramı ilə xaricə göndərilən gənclərin də böyük hissəsi məhz magistr təhsil almaq üçün göndərilir. Məsələnin bu onların da pulunu tərəfləri də var. dövlət ödəyir. Və onların xaricə getməsi də burada dediyimiz xarici məsələsidir. Və mən Ceyhun müəllimlə tamamilə razıyam ki, bizdə işə götürənlər, ümumiyyətlə ölkəmizdə belə bir stereotiplər yaranıb ki, o qədər Harvard qutaran oturub evdə var. İnansız artıq belə adam həm çox təəccüblənir. Axı Harvardı, bir Trumpa baxın da, görün Harvardı nə günə qoydu. Pulunu kəsdi, bütün bu siyasi məsələlər. Yəni gerçəkdən bir yenidən baxmanın vaxtı deyil. Gəlin qaydaq öz universitetlərimizin magistratura proqramına. Çünki son dəqiqələrimizdə təkliflərlə tanış olmaq istəyirik. Ceyhun bəy çıxışının elə əvvəlində çox yaxşı bir təklif verdi ki, 2 il çoxdur, biz onu 1 ilə sıxışdırmalıyıq. Buyurun, davam edin. Demək, orada bir sual var idi, qiyabi təhsillə bağlı. Mən qiyabi təhsilin tərəfdarı deyiləm. Yəni, o Tahirə xanımın dediyi xaricdə müəyyən proqramlar var, qoşulurlar, iştirak edirlər, sertifikat alırlar. Yəni, bizdə elə çoxdur, bəzən bunu bitirmiş kimi təqdim edirlər. Əslində isə bu müəyyən kurslarla bağlı sertifikatlardır. Burada məsələ nədir? Qiyabi təhsildə bizdə oturuşmuyor. Bilirsiniz, biz indi bu məsələdən danışırıq, bunun çox dərin kökləri var. Sual 1. Ali təhsili biz dərk edərək, məqsəd yönlü şəkildə alırıqmı? Söhbət bundan gedir. Yəni, burada problem başlayır, diplom xatirinə. Və sonra da magistraturanı uzun müddət diplom xatirinə oxuduq, sonradan anladıq ki, bu elə deyil. Və burada proses ona gəlir ki, biz eyni zamanda peşə təhsilini təşviq etməliyik, ona daha çox insanları meyləndirməliyik. Yəni, bugün bizdə, mən düşünürəm ki, burada da bir kvota olmalıdır. Əgər bizdə il ərzində bizə 500 bir sahə üzrə mütəxəssis lazımdırsa, niyə biz 5000 şəxsi məzun etməliyik? Nəyə görə? Burada da, bax, o idarə etmə məsələsi, baxış məsələsi və ona görə də, yəni, indi dünyada bilirsiniz ki, müxtəlif yanaşmalar var. Son vaxtda Türkiyədə də çox müzakirə olunur. Təsəvvür edin, bir şəxs 12 il orta məktəb oxuyur. 2 il magistratura oxuyur, sonra doktoranturuna bir neçə. İndi bunların azaldılması ilə bağlı söhbətlər gedir, hətta orta məktəblə də bağlı. İndi dünya sistemi 12 illikdir, bu biraz fərqdir. Amma mən düşünürəm ki, bizdə, yəni biz qanunvericiliyə baxaraq, ən azından, çünki indiki situasiyada magistratura təhsili o qədər də o dediyimiz müddətdə effektiv deyil.
Bunu dünyanın çox yerində belədir. 1 illik tədqiqat gömülür. Məsələn, İngiltərənin olsun, dünyanın ayrı-ayrı ölkələrində olsun. 1 ildən ibarətdir. Siz oxuyursunuz, konkret fənlərdir, sizə tədqiqatı öyrədirlər, hansı sahəni seçmişsinizsə və onun əsasında proses gedir. Və düşünürəm ki, biz ona keçə bilərik və ona görə əslində bu fikrimi yekunlaşdıraq onu deyim, əslində biz bugün təhsilimizdə çox ciddi tendensiyalarla üz-üzüyük. Bunu çox adam fikirləşmir. Birazdan sonra eyni prosesi bakalavrda da yaşayacaq. Birazdan sonra eyni proses. Məsələn, mən sizə bir məsələni... Zəncirvari bir-birinə təsir edir. Mən sizə bir şey deyim. Məsələn, mən Milli Elmlər Akademiyasının doktoranturasına müraciət edəndə 20 yer üzərində 200 adam mübarizə aparırdı. İndi Milli Elmlər Akademiyasında 20 yer verilir, bir nəfər müraciət etmir. İnstitutlardan söhbət gedir. İndi biz magistraturanı müzakirə edirik. Bu da ona gətirib, aparıb çıxar ki, getdikcə biz bu sahədə ciddi çağırışlarla üz-üzüyük. Və ona görə də, məsələn, burada müəyyən bariyerlər var. Magistraturada ingilis dili amilinin də rolu var. İngilis dili amildə. Çünki biz məktəblərdə həmin keyfiyyətdə ingilis dilini tədris edə bilmirik. Doktoranturada da var. Ona görə burada bir-bir məsələlər tapılıb, baxılıb, aşkarlanıb, onların həlli həyata keçirilməlidir. 3 dəqiqə vaxtımız qalıb, bərabər bölək, buyurun. Mən həqiqətən Ceyhun müəllimin dediyi sözdən çox razıyam. Yəni, son dediyi məsələ çox həqiqi məsələdir. Magistratura təhsil pilləsində ümumiyyətlə qiyabi anlayış nəzərdə tutula bilməz. Ona görə ki, bunun akademik dərs saatları onsuz da məhdud saydadır. Həmin məhdud sayda dərsi alan magistrant mütləq elmi tədqiqatla məşğul olmalıdır. Fərqi yoxdur, hansı istiqamətdə təhsilini davam etdirir, özünü inkişaf elətdirməlidir və inkişaf elətdirib həqiqətən də cəmiyyət üçün, dövlət üçün, özü üçün faydalı mütəxəssisə çevrilməlidir. Əgər biz istəyirik ki, bunu kütləviləşdirək, marağı yüksəldək, mütləq magistratura təhsilimizdə olan formatı, həm qəbul formatını, həm də tədris formatını dəyişdirməliyik. 1 dəqiqə də sizindir, buyurun. Mənim fikrimcə, keyfiyyətsiz təhsil varsa, mütləq nəsə dəyişməlidir. Heç olmasa, distant təhsili tətbiq etməliyik, onu təşviq etməliyik ki, daha yaxşı şəkildə insanlar heç olmasa işləyə bilsin. Və yaxud heç olmasa Türkiyədəki sistemi götürüb tətbiq eləyək, çox asan bir sistem var. İnsanlara sual veririk. Sən alim olmaq istəyirsən ya yox? Olmaq istəmirsənsə, keçirsən tezisiz oxuyursan. Yəni, o Capstone Project dediyimiz sadəcə hansısa praktik bir şeyləri əhatə edirik. Amma alim olmaq istəyirsən, tezisdə oxuyacaqsan. Heç olmasa bu ayırdı eləyək, insanlar bilsin ki, hansı yola gedir. Yəni metodlar dəyişdirilməlidir. Bu metodu dəyişdirək, heç olmasa insanlar bilsin ki, bunların yolu nədir? Yəni, alim olmaq istəməyən bu qədər əziyyətə boş-boş vaxt xərcləməz. Tarix xanım, son dəqiqəmiz sizindir, buyurun. Dünya görgötür dünyasıdır. Hamısını dediyi kimi təcrübələr var. Ən Sinqapurdur. Dünyada ən yüksək ali təhsilli səviyyəsi 62%. Sinqapurda 2 təhsil nazirliyi var. Təhsil idarəçiliyi dəyişməlidir. Bizdə təhsili də birləşdirdilər. İndi bilinmir hansı elmdir, hansı da təhsildir. Ümumiyyətlə, problemlər olduqca çoxdur. Mənə elə gəlir ki, günü bugün bununla bağlı ciddi bir konsepsiya, rəsmi sənədlər qəbul edilməsə, ümumiyyətlə, dönüş mümkün olmayacaq. Tahirə xanım deyir ki, problemlər çoxdur, iş olan yerdə təbii ki, problemlər də olur. Biz də elə o problemləri müzakirə etmək üçün buradayıq. Sizi narahat edən problemləri bizə yazın, hətta gəlin, birlikdə müzakirə edək, sabaha saxlamadan. Sabah isə fərqli mövzuda, amma eyni vaxtda yenidən görüşəcəyik. Hələlik. Sağ olun.